Salam hörmətli FES izləyiciləri, hər birinizi xoş gördük. Mən FES Akademinin kurikulum üzrə olan təlimçisi Hikmət Müsalov. Bugün sizə paylaşdığımız bir sınağın suallarını izah verəcəm. Başlayırıq birinci sualımızdan. Hansı fikir yanlışdır? Formativ qiymətləndirmə meyarlar əsasında aparılır. Bu doğru fikirdir. Bilirsiniz ki, meyar sözü yadımıza düşən kimi əvvəlcə formativ qiymətləndirməni götürməliyik. B bəndi qruplarla iş forması şagirdlərdə əməkdaşlıq bacarığını inkişaf etdirir. Bu da doğrudur. Doğruları çıxardırıq ki, bizdən yanlışı istəyib. C bəndi formativ qiymətləndirmənin nəticələri şagirdin yarımillik qiymətinə təsir edir. Əlbəttə ki, səhv olan cavabımız C bəndi olacaq. Çünki nə diaqnostikin, nə də formativ qiymətləndirmənin nəticələri yekun sonda olacaq qiymətləndirməyə təsir etmir. Yəni, təsəvvür edin ki, diaqnostik qiymətləndirilirsiniz və nəticəniz zəif çıxırsa, bu demək deyil ki, sizin yekun nəticəniz də zəif çıxmalıdır. Ona görə cavab C bəndidir. D bəndinə də baxaq, sinif qaydalarını yaradarkən müəllim şagirdlərin fikirlərini nəzərə almalıdır. Bəli, şagird yönümlü yanaşmaya görə bu mütləqdir. Y bəndi müəllim yönümlü təlimdə müəllim subyekt, şagird isə obyekt rolunda çıxış edir. Bütün fikirlər doğrudur. Lazım olan cavab isə C bəndində qeyd olunub. Keçirik ikinci sualımıza. İkinci sualda iş üsullarına aid bir sualdır. İş üsulları ilə bağlı uyğunluğu müəyyən edirik biz. Bir neçə üsul verilib. Əvvəlcə üsullarla tanış olaq. Məsələn, qartopu, 3-2-1 üsulu, Sokrat dialoqu və auksion üsulu verilib bizə. Fikirləri oxuyaq. Bu üsulun tətbiqi zamanı hər kəs bir-birini aktiv dinləməlidir. Və müəllim öncədən hər kəsə bildirir ki, təkrar fikir söyləməmək üçün deyilmiş fikirləri sona qədər dinləyin. Təkrara da icazə yoxdur və dinləmə bacarıqlarını inkişaf etdirirsə, əlbəttə ki, söhbət auksion üsulundan gedir. Çünki orada hər hansısa bir əşyanın və yaxud hadisənin xüsusiyyətləri sadalanılır. Digər şagirdlər də bunu dinləməlidirlər ki, buna düzgün cavab verə bilsinlər. Yəni, ardını gətirə bilsinlər. A-nı yazırıq 4-cüyə. Sonra baxırıq B-yə. Refleksiya üsuludur və şagirdlərin anlama bacarıqlarını ölçməyə imkan verir. Bizə verilən siyahıda refleksiyaya aid olan bir dənə üsul var. O da 3-2-1 üsuludur. Hansı ki, formativ qiymətləndirmənin məşhur üsullarından biridir və özündə refleksiyanı daşıyır. Digər fikirlərlə də tanış olaq. Görək o birlərdə nə yazılıb. C-də şagirdlərin anlayış və ideyalarını bir-biri ilə paylaşmağa və bir-birinə öyrətməyə kömək edən bir aktiv öyrənmə strategiyasıdır. İş üsullarında izahlarımıza baxsanız, bilərsiniz ki, hər bir üsulda açar məqam söyləmişik. Burada da açar məqam paylaşmaqdır. Bir-birinə öyrətmək, paylaşmaq. Baxın, bu sözlər bizə verilən siyahıda qar topasında var, qar topu üsulunda var. Ona görə C-ni də məhz birinciyə qeyd edirik. Qar topası birdə yazılmışdı. D-yə baxırıq. Bu üsulun tətbiqi zamanı müzakirəni davam etdirmək üçün açıq tipli suallar verilsə də, sonda müzakirəni yekunlaşdırmaq üçün bir neçə qapalı tipli sual verilir. Müəllimlər, müzakirə əlbəttə ki, açıq sualla başlanılır. Çünki qapalı sual bir neçə cavab doğurur. Daha doğrusu, bir neçə dəqiq cavab olur. Amma açıq suallar müxtəlif fərziyyələr doğurur. Ona görə müzakirə açıq sualla başlayırsa, biz onu sonlandırmaq üçün məcbur şəkildə açıq suallardan istifadə edirik. Və bu ifadə bizə həmişə mənbələrdə harda verilir? Sokrat dialoqunda verilir. Bu üsulun əsas məqsədi şagirddən cavab almaq deyil. Yəni, biz onu danışdırırıq, təfəkkürlü inkişaf etdiririk. Əsas məsələ buradan problemin həlli deyil. Əsas məsələ şagirdi düşündürməkdir, təfəkkürlü inkişaf etdirməkdir. Y-yə baxsaq, mövzu ilə bağlı sualların bölüşülməsi, geniş sinif müzakirələrinin yaranması və təkrarı baxımından da effektiv üsuldur. Bu cümləni çox müdavim, digər müzakirə üsullarına aid etsələr də, burada Y bəndi aid olacaq elə 3-2-1 üsuluna. Çünki mənbələrə baxsanız, bu ifadələri orada mütləq tapacaqsınız. Çünki 3-2-1 üsulunda şagird sualını ünvanlayır müəllimə, nəyi öyrənmək istədiyini, ona nə maraqlı gəlir və yaxud nəyi anlamayıb. İstər-istəməz şagirdlərin suallarını biz sinifə ünvanlaya bilərik. Bu da sinifdə geniş bir müzakirə yaratmaq üçün bizə kömək olacaq bir şeydir.
Və son olaraq qalır F variantı. F variantına da baxsaq, əşya və hadisənin xüsusiyyətini ardıcıl şəkildə sadalamaq üçün və assosiasiyaların yaradılması üçün olan üsul, əlbəttə ki, burada da söhbət gedir auksion üsulundan. Çünki xüsusiyyət tapmaq, xüsusiyyət sadalamaq deyirsə, bir də assosiasiya yaratmaq deyirsə, bizim ancaq o üsul yadımıza düşə bilər. Və bundan əlavə başqa sözlər də verə bilərdinizsə, məsələn, çevik düşünmə kimi ifadə də verə bilərdi. Bütün bu qeydlərimi nəzərə alsaq, düzgün cavaba bəndə olacaq. Sualımız biraz iridir deyə mən onu hissə-hissə izah etməli oldum. Yəni, qar topasında əsas hədəfimiz nədir? Bir-birinə öyrətmək, bir-biri ilə paylaşmaq. 3-2-1-də əsas sual, müəllimə sual yönəltmək və biz bu sualları bütün sinifə də yönəldə bilərik, geniş müzakirə başlada bilərik. Üstəgəl də refleksiya üsuludur. Sokrat dialoqu, müzakirə açıq suallarla başlanılır və onu yekunlaşdırmaq üçün qapalı suallardan istifadə olunur. Auksion üsulu isə əşya və hadisənin xüsusiyyətini sadalamaq, tapmaq və assosiasiya yaratmaq üçün olan üsullardan biri idi. Gəlirik 3-cü sualımıza. Görək 3-cü sual hansı mövzu ilə bağlıdır. Bəli, bu da iş üsullarına aid bir sualdır. Görək burada nə istəyir bizdən, amma bu uyğunluq deyil təbii ki. Bu üsulun əsas məqsədi sualın və yaxud müzakirə olunan problemin həlli yolunu tapmaq deyil. Tanış gəlir bu cümlə bizə. Əsas məqsəd şagirdləri müzakirə başına toplamaq, şagirdlərin təfəkkürünü gücləndirmək, dinləmə mədəniyyəti formalaşdırmaq, bir-birlərinə sual vermə bacarığını formalaşdırmaqdır. Bu üsulun tətbiqi zamanı sual səsləndirilir və suala cavab veriləndən sonra sual verən şəxs cavaba əsasən yeni sualla oponentlərə müraciət edir. Bəli, bütün bu danışdıqlarımızı biz sizlə öyrənmişik elə Sokrat dialoqunda, hansı ki, az öncə uyğunluq testində də bu üsulun adını siz gördünüz. Ümumiyyətlə, siz o qədər test işləməlisiniz ki, təbii ki, suala baxan kimi siz də oradan belə açar sözləri tapıb çıxara bilərsiniz. Yəni, biz artıq hiss edirik ki, burada hansı sözlər bizə cavabda lazım ola biləcəklər. Bəli, fikirdən fikir çıxarılır, sualdan yeni bir sual çıxarılır. Bu ancaq Sokrat dialoqunda olacaq və açar bir məqamda. Mütləq bunu özünüz üçün qeyd edirsiniz. Gəlirik 4-cü suala. Bəli, hamımızın sevimli dostu taksonomiya mövzusundan sual gedir. Sizcə, müəlliflik hüququ baxımından proqram təminatlarından hansından daha geniş şəkildə istifadə olunur və nə üçün? Verilmiş fikir idraki sahənin hansı mərhələsinə uyğun gələr? Gəlin baxaq. Yəni burada sizcə sözünü görürük və bizim dəyərləndirmək biraz ağlımızdan keçir. Amma onu eləməyək, silək ağlımızdan ataq onu. Niyə? Bizə deyir ki, proqram təminatları var. Onların arasından bir dənəsi var ki, daha geniş istifadə olunur. Biz onu tapmalıyıq. Onun haqqında söhbət gedir burada. Bu da təhlil etmə mərhələsində olacaq. Bir qızıl qaydamız var idi. Taksonomiyadan danışanda həmişə bu qızıl qaydanı deyirik ki, çoxluğun arasından bir şeyi seçib axtarırıqsa, bu təhlil etmə mərhələsi olacaq. Yəni, buna əzbər yadda saxlamağa da ehtiyac yoxdur. Məntiqlə fikirləşək. Əgər siyahımızda çoxlu proqram təminatı varsa, mən oradan sadəcə daha geniş olanını axtarıramsa, birini axtarıramsa, həqiqətən də hamısını təhlil eləməliyəm. Analiz eləməliyəm ki, o bir dənəni oradan seçib çıxaram. Bu da olacaq təhlil etmək mərhələsində. Gəlirik 5-ci sualımıza. Doğru fikri müəyyən edin. Formativ qiymətləndirmə zamanı təlim nəticəsində qarşıya qoyulmuş məqsəd yox, ümumi bacarıqlar ölçülür. Bu tamamilə səhv fikirdir. Biz formativ qiymətləndirmə haqqında danışanda bildirmişik ki, formativ qiymətləndirmənin əsas xüsusiyyətlərindən biri onun həmişə təlim nəticələrinə uyğun olmasıdır. Yəni, əsas məqsəd qala-qala ümumi bacarıqlar ölçülməz. A bəndi tamamilə səhvdir. B bəndi, holistik rubrik şagirdin işini ümumi mühakimə əsasında qiymətləndirdiyi üçün onların fəaliyyəti haqqında etibarlı məlumat vermir. Bu da səhv fikirdir. Holistik rubrik ümumi olaraq qiymətləndirirsə, bu demək deyil ki, onun bizə verdiyi məlumat etibarlı deyil. Əgər elə olsaydı, holistikdən ümumiyyətlə istifadə olunmazdı.
B bəndini də atırıq. Holistik rubrik bütün meyarları həm eyni anda, həm də detallı şəkildə apararaq qiymətləndirməyə xidmət edir. Eyni anda, həm də detallı. Bax, burada bir dənə problem var. Eyni anda qiymətləndirə bilər, amma detallı şəkildə qiymətləndirmir. O analitik rubrikdədir, ayrı-ayrı meyarlar üzrə qiymətləndirir. Və D bəndi ümumi rubriklərin meyarları məqsəd eyni olan müxtəlif növ tapşırıqlara da aid edilə bilər. Bu doğrudur. Ümumi rubrik bizim il ərzində bir neçə dəfə istifadə edə biləcəyimiz bir rubrikdir. Çünki məqsəd eynidirsə, yəni burada artıq tapşırığın fərqi yoxdur. Çünki xüsusi adlanan, tapşırığa əsaslanan rubrikdə məhz hər hansısa bir tapşırığa aid olur deyə siz onu bir neçə dəfə təkrar olaraq verə bilmirsiniz. Ümumi rubrikin fərqi budur və cavabımız D bəndidir. Y bəndi isə rəy şagirdin inkişafa çatması üçün fəaliyyətində nəyi fərqli etdiyini bütün sinfin diqqətinə çatdırmaqdır. Bütün sinfin deyilməyimlər, rəy hər kəsə ayrı şəkildə verilir, ümumi şəkildə verilmir. Yəni, biz şagirdin çatışmazlığını və yaxud uğurunu anında bütün sinifə yönətmirik. Əksinə, hansı şagirddən söhbət gedirsə, hansı şagirdə aiddirsə, rəy ona verilir. Hamısı səhvdir, məhz düz olan D bəndində bizə verilib. Gəlirik 6-cı suala. İş formaları. Bəli, iş üsulları haqqında baxdıq, indi isə növbə iş formalarındadır. Hansı fikir yanlışdır? Bütün sinifdə iş zamanı utancaq şagirdlər diqqətdən kənar qala bilirlər. Bu doğru fikirdir, çünki bu bütün siniflə iş formasının ümumiyyətlə bir çatışmazlığı kimi qeyd olunur. Qrupla iş formasını obyektiv qiymətləndirmək mümkün olmur. İndi mümkün olmur, başqa məsələdir. Qiymətləndirmək çətindir, o tamam başqa məsələdir. Qrupla işi bəli, bəlkə də qiymətləndirmək çətindir. Yəni, meyarları düzgün çıxarmaq lazımdır. Amma obyektiv qiymətləndirmək olmur deyə bilmərik. Bu səhv ifadə olar. Əgər ona diqqətli yanaşılsa, hər şey düzgün təşkil olunsa, obyektiv də qiymətləndirmək olar. Elə ona görə səhv olan B bəndində olacaq. C bəndi isə doğrudur. İş formalarından ən çətin idarə olanı qrup işidir. Çünki qrup işi daha çox diqqət, daha çox qayda, qanun tələb edir. Bunu da düzgün aparmaq üçün bəli, sinifdə prosedurlar, qaydalar qoymaq lazımdır. Təlim fəaliyyətində müxtəlifliyi, rəngarəngliyi qorumaq üçün hər bir iş formasına yer vermək lazımdır. Mütləq, çünki interaktiv təlimdən, diferensial təlimdən söhbət gedirsə, bütün iş formalarına yer ayrılmalıdır. Çünki bunların hər birinə uyğun şagirdimiz olur sinifdə. Və Y bəndi cütlər və qrupla iş şəxslər arası intellekt üçün daha sevimli bir iş formasıdır. Doğrudur. Çünki şəxslər arası əməkdaşlıq etməyi, ünsiyyətdə olmağı sevir deyə bu da doğru fikirdir. Səhv olan sadəcə B variantı olacaq. Gəlirik 7-ci sualımıza. Sual-cavab prosesinin effektiv qurulması üçün verilənlərdən biri doğru deyil. Yenə də biz yanlış axtarırıq. Söhbət isə sual-cavabdan gedir. Şagirdlərə gözləmə vaxtının verilməsi mütləqdir. Bəli, mütləqdir. Çünki gözləmə vaxtı vermirəmsə, mən hər bir şagird üçün şərait yaratmıram deməkdir. Bəzi şagirdlərimiz sualı qısa müddət ərzində cavab verdiklərinə görə, bəziləri isə buna daha çox vaxta ehtiyacları olur. Ona görə bu fərqlilik ortaya çıxar. B bəndi, sualların idrak taksonomiyasının müxtəlif mərhələlərinə uyğun olması lazımdır. Bəli, məhz bir mərhələyə uyğun olmaz ki, həm aşağı təfəkkür, həm yuxarı təfəkkür və s. Bu prosesdə müəllimlə bərabər şagirdin də aktiv iştirakı şərtdir. Bax, interaktiv buna deyirlər müəllimlər. Bəzən müəllim düşünür ki, ənənəvi təlim formalarında daha çox şagird pasiv olurdu, müəllim isə aktiv şəkildə olurdu. İndi tərsinədir deyirlər. Tərsinə deyil, əslində indi ikisi də aktivdir. Müəllimlə bərabər şagird də. Yəni, tərsinə hesab olunmur ona görə. D bəndi, həm qapalı, həm də açıq sualların verilməsi lazımdır. Bəli, çünki qapalı suallar aşağı təfəkkür səviyyəsini gücləndirdiyi halda, açıq suallarda yuxarı təfəkkür səviyyəsini gücləndirir. Və Y bəndi səhv cavablandırılan suallara müəllimin anında düzəliş etməsi lazımdır. Bu məqamda biraz diqqətli olaq. Müdavimlərin bəzən bu yadında qalır ki, biz söyləmişik ki, rəyin verilməsində
yubanma olmamalıdır. Rəy anında verilməlidir. O başqa məsələdir. Bu başqa məsələdir. Yəni bizi heç kim səhv üzərində məcbur eləmir. Bunu unutmayın. Nə şagirdi səhv etməyin deyə məcbur eləyə bilərəm, nə də səhv olunduqdan sonra anında tezbazar bunu düzəldək, onu da məcbur eləyə bilmərəm. Əsas odur ki, mən ona istiqamət verim, özü bir nəticə çıxarsın, mən onu yönəldim, səhvini anlasın. Anında düzəltsək, o qədər effektiv nəticə verməyəcək. Ona görə burada da səhv olan cavab Y bəndi oldu. Gəlirik növbəti sualımıza. Bəli, bu isə məşhur mövzu olan bilik və onun növləri mövzusuna aiddir. Vurmanın yerdəyişmə xassəsindən hesablamalarda istifadə edir. Tapşırıqda biliyin hansı növü tətbiq olunub? Əgər biz vurmanın yerdəyişmə xassəsini biliriksə və onu artıq hesablamada icra eləyiriksə, deməli artıq istifadə var, icraat var, tətbiq var və ən azından nə var? Prosedurallıq var. Ona görə cavab C bəndi olacaq. Daha çox riyazi məsələn misalların həll olunmasında bizə çox vaxt bu cavab lazım olur. 9-cu sual. Refleksiyaya aid olanları seçin. Şagirdləri öz düşüncələri və idraki proseslərdən xəbərdar edir. Bu 100% doğrudur. Refleksiyanın elə əhəmiyyəti budur ki, onlar idrak proseslərindən xəbərdar olurlar. Biri götürürük və harda bir yoxdursa, gəlin onları cavabdan ataq, sizə mane olmasın. Yəni siz də bu çıxdaş üsulundan istifadə edin. Dərsdəki fəaliyyətlərin məqsədə uyğunluğunu təmin edir. Müəllimlər, məqsəd əvvəldə müəyyən olunur və dərsin sonunda mən artıq ona təsir edə bilmirəm. Dərsdəki fəaliyyətlərin məqsədə uyğunluğunu mən motivasiya ilə eləyə bilərəm, amma refleksiya ilə eləyə bilmirəm. Çünki bu sonda aparılır. 2 səhvdir deyə çıxıram və burada da 2 yoxdur ki, ataq onları variantdan. 3 də dərsin effektiv başlaması üçün. Yenə deyirəm, başlayanda bizə cəlb olunma lazımdır, motivasiya lazımdır. Refleksiya sonda olur. Baxın, burada 3 var deyə C bəndində cavabdan atıram. Şagirdə öyrənmə prosesinə yenidən nəzər salmağa yardım edən fəaliyyətdir. Bəli, refleksiya edirsiniz, öz öyrənmənizin üzərindən bir daha təkrar keçirsiniz. 4 düzdür. 5-də müəllim şagirdin inkişafının monitorinq edə bilir. Bəli, çünki sadəcə tapşırıq işlənsin, mövzu bitsin və anında burada bütün prosesi dayandıraq, biz şagirdi də izləyə bilmirik. Şagird özü də özünü izləyə bilmir. Ona görə, bəli, inkişafı monitorinq etmək rahat olur. 5-i də götürürük və beləliklə cavabımız B variantıdır. Bəs 6 niyə səhvdir? Əsas funksiyası bütün şagirdləri dərs prosesinə cəlb etməkdir. Cəlb etmə motivasiyadır. Bunu bayaqda dedik biz. Və ən sonuncu sualımız. 10-cu sualda üzr istəyirəm. Bəli, nəzəriyyələrə və pedaqoji yanaşmalara aid bir sualdır. Müəllim şagirdlərin problemin həllini özlərinin tapmasına şərait yaradır. Hansı nəzəriyyəyə görə müəllim bu yolla şagirdlərin öyrənmə prosesinə destruktiv təsir göstərə bilirlər? Ümumiyyətlə, destruktiv təsir göstərmək nə deməkdir? Dağıdıcı təsir, yanlış olandır bu, mənfidir. Və burada müdavimlərin ən çox yol verdiyi səhv bilirsiniz nədir? Problemin həllini özlərinin tapması. Bunu görür və tez Piaget'in nəzəriyyəsi yada düşür. Amma cavab C deyil. Axıra qədər oxusaq, deyir ki, buna elə destruktiv təsir edəcək də. Yəni, mən əgər desəm ki, özünüz həll edin, hansı nəzəriyyəyə zidd gedirəm? Vygotsky'nin nəzəriyyəsinə, Lev Vygotsky'nin sosial inkişaf nəzəriyyəsi. Bəs yaxın inkişaf zonası var idi, scaffolding etmək lazım idi. Yəni, bu deyilən fikir özlərinin tapmasına şərait yaratmaq, bəli, Piaget'indir. Amma bizə deyir ki, ona əks olsun, ona əks olan sosial inkişaf nəzəriyyəsi olacaq. Və sınavımız bu qədərdir. Bir daha nəzərinizə çatdırım ki, bu suallar, bu gördüyünüz sınaq məhz sertifikasiya tiplidir. Sertifikasiya imtahanında qarşınıza çıxa biləcək sual tipləridir. Əgər siz də bu sınaqların və bunun kimi izahların davamlı olmasını istəyirsinizsə, kanalımıza abunə olun və ətraflı məlumat almaq istəyirsinizsə dərslər barəsində gördüyünüz bu nömrə ilə əlaqə saxlayın 055 527 25 99.
Hər birinizə uğurlar. İnşallah hər biriniz istədiyiniz nəticəni əldə edərsiniz.